Bəhruz, bir tərəfimizdə 100 min manatlıq maşın, bir tərəfimizdə 55 min manatlıq maşın. Bəli. Niyə gətirmişik bunları bura? Bir misal var, deyir, nə dünyadan ədalət gözləmə, nə də ki, elə bax, bu videodan ədalət gözləməyin. Aha, çox Bəli. iddialı cümlələr danışırsan. İndi nəyə görə mən bu ifadələri işlədirəm? 100 min manatlıq avtomobillə 55 min manatlıq avtomobili üz-üzə qoymuşuq. Bunun bir səbəbi var. Mənə də maraqlıdır həmin səbəb. Heç bir halda 55 min manata aldığım komplektasiya, zövq, avtomobilin həzzini mən 2 dəfə artıq pul ödəyib əldə eləyə bilmirəm. Sən artıq bu yerdə çox önəmli bir nüansı yaddan çıxardırsan. Lexus. Mənə lazım deyil ki, hansısa marka adını mənə satsın. Axı fakt marka adının altında keyfiyyətini də satır Bax, sənə. Mənim pulum cibimdə, Tamam. ağlım başımda. Aha. 100 min manatımda var. Allah bol eləsin. Nəyə görə Volvo-nu qoyub Lexus almalıyam? Dəyərli izləyicilər, hər birinizi salamlayırıq. Mən Nurlan Qurbanov və Mən Bəhruz Güləli. Yeni videoya xoş gəlmisiniz əzizlərim. Bugün biz Volvo CX-90 və Lexus GX460 avtomobillərini yan-yana qoymuşuq və seçimlərimizin mübahisəsini edəcəyik. hər videoda deyirik, bu müqayisə videosu deyil. Bu sadəcə iki fərqli avtomobilin eyni anda icmalıdır deyək. Seçim icmalı. Amma mənim ürəyim doludur. Mənim ürəyim Niyə? doludur, çünki bayaq da qeyd elədim. Yəni Volvo-nu qoyub Lexus-u almaq üçün bir səbəb yoxdur. Amma gəlin indi ölkədə avtomobillərin sayına baxaq. Tamam. Volvo-nun sayına baxaq, Lexus-un sayına baxaq. Tamamilə absurd rəqəmləri görəcəyik. İndi Bəli. burada insanlar ola bilsin ki, düşünəcək ki, Volvo-nun ehtiyat hissələri bahadır və yaxud tapılmır. Bunu eləyən elə biz özümüzük. Niyə görə? Deməli, Toyota Prius ölkəyə gələndə ehtiyat hissələri nə qədər idi? Daha sonra detal artandan sonra qiymətləri necə oldu? Yəni bugün Prius artdıqca onun detallarının qiyməti də olub şor qiymətinə, düzdürmü? Bəli. Əgər biz Volvo-ya maraq göstərsək, bu avtomobilləri çoxlu sayda alsaq, ehtiyat hissəsi də tapılacaq, ustaları da artacaq. Yəni düşünməyin, mənə bəhanə gətirməyin ki, Subaru-nun detalı bahadır, ona görə almırıq. Ay Bəhruz. Volvo-nun detalı bahadır, ona görə almırıq. Qardaş, sən dediyin ingilis dilindədir. Elə bu videomuzun da ərsəyə gəlməyində Zico ilə Azərbaycanın dəstəyi var. Təşəkkür edirik. Zico'ya demişəm bir yenilik yoxdur. Boş ver Lexus-u, boş ver Volvo-nu. Zikdə maraqlı bir yenilik var. Deməli, Range Rover, BMW, Mercedes ən yeni gövdələr Hətta üçün Zik Top S020 seriyası artıq Azərbaycandadır. Tam sintetik seriyadır. Top seriyasını Zik istifadəçiləri bilir. Deməli, Land Rover, BMW, Mercedes 0W20 özürlüyü ilə bu mühərrik yağını istifadə edə bilərsiniz. güvənirik ki, adını çəkirik. Ay nə bilim, o olsa, bu olsa, bura gəlsək, onu eləsək, fakt nədirsə ondan danışaq. Bugün 100 min manat da olsa bu maşın seçilir. Nəyinə görə seçilir? Gəlin mühərriklərindən danışaq. Yaxşı, danışaq da. Bax, 4,6 litrlik V8 atmosferdir. Bəli. 300 at gücüdür, zəifdir mühərrik üçün bəlkə də. Amma maşın ləngər vurur, maşın ağırdır. Belə samballı, bazvırıtlıdır. Atmosfer mühərrikdir. Və Toyota'nın bir UR-FE mühərriki olmalıdır bunun içində. Dözümlü mühərriklərdən biridir, ən dözümlü mühərriklərdən biridir. Ustası bol, ehtiyat hissəsi ucuz. Bu ucuz deyil bu. Bu avtomobilin ehtiyat hissəsi ucuz deyil. Nisbətən. Sadəcə olaraq üstəyə getmir. Gedirik, gez gedir. Hardasa bir kefinə Yəni düşəndə. inandırıram sizi, bəlkə də bu avtomobilin kapotu ildə bir dəfə açılır, o da yağ dəyişəndə. Ola bilər, çünki ehtiyac yoxdur. Hətta mən bunu... Lexusun mən əzəmətini, keyfiyyətini Bəli. və yaxud onun rahatçılığını, yəni bu bir Toyota Prado deyil də, bu artıq Lexusdur. Başqa bir səviyyədir. Amerikanlar Lexus üçün abreviaturası açıqlamasını bilirsən də. Bəli. Yəni mən dedim o dillər yox belə deyil. Bu mən bir daha buradan deyim. Lexus abreviaturasının açıqlaması Luxury Export for US-dir. Yəni Amerika üçün Bəhruz demişkən lüks eksport, lüks ixrac. Bəli, bəli. Amma indi hansı videonu çəkiriksə, mən deyirəm ki, mənim avtomobil alma siyahımda olan bir avtomobil idi. Yəni 53-də olduğu kimi. İndi Volvo-da bunun. Hə, CX-90 da mənim siyahımda olmuş bir Yox da, gedirəm. Mən gedirəm qardaş. Sən çək videomu. Həqiqətən olub.
Həqiqətən tam Bəs səmimi niyə deyirəm. almadın? Daha artıq lüks istədiyim üçün. Yəni Daha- pulum çox idi deyil. Yox, qiymətləri aşağı yuxarı eynidir. Belə fikirləşə bilərik də. Yəni buradan alınsaydı, amma usta əl çatan olduğu üçün. Yəni Yəni sən mənim Range əhatəmdə. Rover'in usta sənin əhatəndə bəli. Yəni Volvoya bəli, mən hə. Bakıdan da usta tapacaqdım, Düzdür. amma mənim əhatəm 5 ildir mən Land Roverin içindəyəm açıq olaraq. Yəni bir növ ona görə istiqaməti dəyişdim. Amma bu o demək deyil ki, bu gün 55 min manatı olan bir şəxs Volvo'nun üzərindən getsin. Misal üçün indi heç bir avtomobil ixracatçısının xətrinə dəyməsin. Getsin Hyundai alsın, Kia alsın və yaxud 55 min manat elə bir məbləğdir ki, siz bu pulla çox rahat, çox gözəl bir avtomobili idarə edə bilərsiniz. Razıyam. Bəhruz, Volvo sevgi avtomobilidir. Diplomat maşınıdır da. Bəli, sevgi avtomobil. Yəni onu sevib almalısan. Belə bir xəstəlik də var ki, Volvo sürən növbəti avtomobilində artıq digər bir brendi sürə bilmir. Ancaq Volvo istəyir. Volvo sürmək istəyir. Belə bir belə deyək, Ola bilər. tutulma var avtomobilə doğru. Mən bəzi forumlarda bunu oxumuşam. İndi bu birinci Volvodur. İnşallah görək növbəti nə olacaqdır. Sadəcə məsələ budur ki, insanlar biraz çəkinir Volvo almağa. Gördüyün kimi satış saytlarında da çox azdır Volvo Ehtiyat səsi də XC90'lar. azdır. Ehtiyat Türkiyədə olsaydı razıyam. Bəli. Türkiyədə eyni qədər ustası var və çox da sevilir avtomobil. Sənin bayaq dediyin o ingilis dilində məsələ var idi. Bəli, bəli. Bax o Türkiyə üçün keçərlidir. Çünki avtomobil çox sevilir. Gəlin biraz da texniki məlumat verək dinləyicilərə. Buyurun. CX-90 Volvo 2 turbo mühərrikdir. 320 at gücümüz var. Bəli. 8 pilləli Aisin sürətlər qutusudur. Bəli. Bu sürətlər qutusu özünü doğruldub, çox dözümlüdür, Çox dözümlüdür. keyfiyyətlidir. Məndə olan məlumata görə Nurlan, bu mühərriklər yağ yeməyə meyillidir. Yağ azaldır. Turbo olduğu üçün bəlkə də. Çünki fiziki qanunda turbo mühərriklərin yağ yemə məsələsi var. Ümumiyyətlə hə, bu avtomobillərin bir qədər üzükləri də nazikdir, zəifdir. Ona görə də yağ sızmaları olur. Üzük ya nazik dedin, Volkswagen yadıma düşdü. Passatlar. 2 eynilə. turbo. Daha sonra multimediasında 1.8 müəyyən donmalar ola bilir. Multimediasında müəyyən donmalar. Hə, yəni Açığı hiss eləməmişəm bunu. Mən düzdür az eksploatasiyamda az olub maşın, amma o donmaları hiss eləməmişəm. daha sonra bu avtomobil batareyaya biraz həssasdır. Aha, akkumulyator Yəni məsələsinə. datçik deyək də, sensorlar Sensorlar. çoxdur. Avtomobil Volvo bir sensor avtomobilidir. Çox olduğuna görə, yəni bir qədər batareyalarda, yəni akkumulyator siz belə deyək, akkumulyator bir qədər həssasdır. Yəni daha tez reaksiya verir. Onu vaxtında dəyişdirmək Tələb lazımdır. çoxdur akkumulyatora bəlkə də Bəli, bəli, avtomobildə. eyni ilə. Tələb çox olduğu üçün bu da vacib faktordur. Başqa bilmirəm sözün açığı eko dəridir yoxsa təbii dəridir. Təbii dəridir. Təbii dəridir. Təbii dəridə düzdürmü? Alcantara ilə qarışıq. Sadəcə R-Design xüsusi Alcantara ilə qarışıq gəlir. Amma digər XC90'larda sırf dəridir. Yox, bu avtomobilin bax xarici dizaynına, görüntüsünə nə səhv tapa bilərik ki, misal üçün bu belə olmasaydı daha gözəl olardı. Elə bir şey yoxdur. Yəni gözəl avtomobildir. Gözəl həqiqətən. avtomobildir. Həm də bilirsən, bax, Yan hissədən, ön hissədən, arxa hissədən, yəni bir qüsuru yoxdur mənə görə. mən belə bir adlandırımda izləyicilərim üçün siz də yəqin ki, avtomobili ikisini yan-yana qoyub baxanda bu təəssürat yaranacaq. O avtomobil kostyumda, klassik ayaqqabıda olan bir bəydir. Bu avtomobil Çanta isə olmalıdır. mütləq şəkildə olmalıdır, o diplomat olmalıdır. Pul da olmasa ən azından Sənəd içərisində olmalıdır, bir müqavilə zad sənədsini- olmalıdır. bir notebook olsun da ən azından. Avtomobilin alıcıları bugün sırf maddi ehtiyacları olmayan alıcılardır ki, adamlar fikirləşmirlər, nə alım ki, mənə xeyir eləsin. Sadəcə deyir, satışı yaxşıdır, amma satışı indi yaxşıdır da, mən sənə deyim, bir müddət sonra bunun satışı da olmayacaq. Heç indi də məncə yoxdur. Nisbətən azala bilər, amma yenə var. O Yəni soruşaq. Fikirləş, mən necə bayaq dedim ki, mənim 100 min manatım var. Düşünün sizin də 100 min manatınız var. Bəli. Verərsiniz bu avtomobilə. bax elə sənin 100 min manatın var. Bu maşını alarsan, yoxsa yox. Zəhmət olmasa Lexus haqqında bizə məlumat ver. Bayaq dediyim kimi 8 silindirli 4,6 litrlik mühərrikdir. Bir UR-FE mühərrikidir. Ən dözümlü mühərriklərdən biridir. Usta tanımayan mühərrik adından keçir. Xarab Xroniki bunların mən düşünürəm ki, bir xəstəliyi yoxdur. eşitməmişəm. Yəni ən azından 6 ildir avtomobil sektoruna dərindən maraqlanıram. Bu avtomobillərin istəyir Toyota Prados olsun, istəyir böyük qardaşıdır da indi bu bunun. Bəli. Sürətlər qutusu özünün, mühərrik Avtomat, özünün, mühərrik gövdə özünün, özünün, yəni Yapon imzası var da avtomobilin üzərində. keyfiyyət var, rahatlıq var. Maşın ləngər vursa da, ağır maşın olsa da, interyerdə o rahatlığı hiss eləyirsən. Yəni maşın bir
kələ-kötür yola düşəndə sən onu özündə hiss eləmirsən. Avtomobil özü o kələ-kötürü udmağı bacarır. Bir qədər də antifriz sızmaları falan var. Su pompasını Antifriz sızmalarını o nəzarətdə çox saxlamaq rahat lazımdır. şəkildə həll edə bilirlər. Çünki Toyota deyək də buna, elə bir sistem var ki, ustalar bunu çox rahatlıqla həll edə bilir. Bir problemləri olmur ustaların, başa düşürsən nə demək istəyirəm. Yəni usta yanına gedəndə usta demir, ay Allah, yenə gəldi bu. Elə Prado gəlib, həll eləyəcək. Ümumiyyətlə bunu görəndə nəzir verir. Lexus gəlir. Avtomobilin içinə əyləşəndə həqiqətən bayaqdakı bazburutu hiss eləyirsən. Və ondan bağlı, daha doğrusu onun yanında, onunla yanaşı bir müasirliyi də hiss edirsən, keyfiyyət də hiss edirsən. Bir dənə buna bax. Sözün açığı, elə videodan əvvəl avtomobilin interyer detallarına fikir verirəm. Düşünülmüş detallar çoxdur. Keyfiyyətsiz bir şey tapa bilmirəm ki, izləyicilərə göstərim ki, bax qardaş, bunu yaxşı düzəltməyiblər. Elə bir məsələ yoxdur. Yəni bayaq da deyirəm, Lexusu biz sizin gözünüzdən salmaq istəsək də sala bilmərik. Yəni Lexusun bir kütləsi var, keçmişi var, Lexusun öz sevənləri var. Amma 2 dəfə bu avtomobillərin qiyməti fərqlidir. Həm də biz o qədər təcrübəsiz deyilik axı Lexus pisliyə, o qədər də yox da. Məsələ ondadır. Yəni interyerin sözün açığı bütün detalları, istər dəri və burada əsl dəridən istifadə olunub. Bir qədər görüntü bizə off-road avtomobilini bilmirəm, hardansa xatırladır mənə bax bu hissələr. Bəlkə də Land Cruiser-dən. Ola bilər. Biraz kobudcasına, yəni bilərəkdən dizayn olunub ki, o çəkini, kütləni versin avtomobilə. Avtomobilin xarakteri odur da, Bəhruz. Bəli, razıyam sizlə. Lakin indi bu maşını mən şəhər içi niyə sürüm? Bakı şəhərində. Bax, məsələ budur. Bugün Azərbaycanda sən o dünən verdiyin reportaja baxdım, insanların avtomobil seçimi çox yanlış olur bəzən. Bəli. İnsanlar sadəcə hündür avtomobildə oturmaq üçün Bəli. ən pikinə gedə bilirlər. Məsələn, Volvo-da yeri gələndə biraz hündürdür. Bəli. Mənim üçün bu maşını sürmək narahatdır. Ağır maşındır. Ağır maşındır, narahatdır. Şəhərdə bugün sıxlıqdır, parkinqi çətindir. Özdə sıxlıq olduğu üçün də 2 zolaqlı yolda 3 sıra maşın getməyə sən də şahid olmusan. Nurlan, sənə zəhmət, avtomobili işə sal və real olaraq Motorun səsinə bax. motorun səsi gözəldir. Real olaraq yanacaq sərfiyyatını göstər insanlara. Mən sərfiyyatı buradan görən bu bir 30 litri görür, yanılmıramsa. Amma təsəvvür edin ki, 87 litr bunun yanacaq səni tutur. Aha. Avtomobil tam dolu çəndir. Ümumi göstərir range 420 km. Hələ bu aşağı düşəcəkdir. Mən Lexus'da qalmaq istəmirəm. Getdim. 30 litrdən sonra yəni qalmağın adı yoxdur. Elə danışır ki, dayı elə bir öz maşını 6 litr yanacaq sərf eləyir. Range Rover sürürsən, kimə deyirsən? İdman sahibi oturacaqlar məncə səni ləzzət eləyəcək. Keyfiyyət deyir, necəsən? Gəl. Sən dedin, sən necəsən? Hər ön oturacaqların ikisində də yaddaş paketi var, qızdırıcı. Təbii ki, 2017-ci ildə ventilyasiya o qədər də Volvo üçün yəqin əl çatan olmayıb. Nurlan, Və oturacaq məni qəribə qucaqladı. Çox maraqlı oturacağı var. İdman sayığı oturacaqları bu standart oturacaq deyil, Air-Designer xas oturacaqlardır. Çox maraqlı oturacağı var. Lük gördüyün kimi pərdədir bu. Tent, bəli. Tentdir, hə, adi, yəni tam qara. Tesla'ya da buradan əgər Tesla'nı istehsal edənlər bizi eşidirsə, o maşına da qoyun da. Xüsusən də ilkinə salam deyirik buradan. Cəmaət əziyyət çəkir. Buna bir dənə tent qoyun. Yoxsa əlavə satırlar onu. Bax, xarab elədin. Niyə xarab edirsən cəmaatın maşınını? Bu da çox maraqlı bir materialdır. Alcantara, Alcantaradır. Avtomobilin həmçinin maraqlı start stopu var. Volvo'ya xas bir start stopdur bu. Belə işə düşür. Mən sözün açığı bəyəndim. İnterfeys göz qabağındadır. Oturacaqlar kifayət qədər rahatdır. Oturacaqlar adamı çox qəribə qucaqlayır sən demişsən. Yəni bu qəribədir. Doğrudan da belə necə deyim sizə? Və hətta bunun elektron ayaq altında tənzimlənməsi var. Diz altında tənzimlənməsi var. Və bu özü karbondur deyəsən. Hə, bu karbon, nazik karbon liflərdir. Bəli. Əvvəllər Air-Design satışda bu öz dövründə satışda olanda seçim nə idi? Ya taxta teksturalar verirdilər, ya da ki nazik liflərlə işlənmiş karbon. Yəni bu hər hansı bir plastik, hər hansı bir imitasiya deyil.
biz vuranda plastik hiss oluna bilər, amma nazik lifli orijinal karbondur bu. Deməli, deyirlər o monitor donur məsələsi. Özüm bax, mən o hiss eləməmişəm, açıq deyim. Burada misal üçün bizə nələri göstərə bilərsən Nurlan, maraqlı? Bax, bunlar avtomobilin ümumi AUX-dur, FM-dir, AM-dir, CD, Bluetooth o heç. Amma mən sənə avtomobilin funksionallığını göstəreyim. Zolağa nəzarətdir, ondan sonra distansiyadır, yəni adaptiv cruise kontrol var avtomobildə, avtoparklanma var. Sonra bu avtomobildə mən görmədiyim, digər avtomobillərdə görmədiyim bir xüsusiyyət var. Bəlkə də Mercedes-lərdə, BMW-lərdə var. Radarı təyin edə bilir. Avtomobil monitorda öz daxili funksiyasıdır. Monitorda göstərir ki, filan qədər metr sonra qarşıda radar var. Və hedafımız var burada. Hedafımız var. Hedafımızda da həmçinin göstərir. Ən xoşuma gələn funksiya nədir Nurlan? Bax Nə? bu sürəti göstərmək. Mənim də ən xoşuma gələn funksiya burada xəritəni göstərməsidir. Bowers Wilkins Səs sistemi möhtəşəmdir Bəhroz. yəni Çox möhtəşəmdir. Hətta bu AirDesign-la xas bir şeydir bu hissədə səs spikerinin olmağı gözəldir. və doğrudan deyirəm bu maşında oturub adam musiqi qulaq asmaq istəyir. Sonda bunu deməsəydim ürəyim bəlkə də partlayardı Nurlan. Deməli, Geely Volvo-nu alandan sonra o Volvo-nun dünyada liderliyi var idi təhlükəsizlik üzrə. O düşdü aşağı. Birinci yerdən aşağılara Bu getdi. statistik məlumatdır. İndi bilmirəm Geely alandan sonra bu təsadüfdür, yoxsa burada nəsə bir məntiq Bəlkə də axtaraq. bu var idi. Ona görə Geely alıb ki, mən həll eləyərəm. Amma hələ də həll eləyə bilməyib. İndi eləyəcək də. 2026 Hələ gedirik də. gözləyirəm. Nə vaxt alıb ki, Geely Volvo-nu? Çoxdan alıb. Çoxdan Məncə alıb. 2010-da alıb. Mən bilmirəm o barədə tarixi. Nəysə Bəhroz. Dostlar, ümid edirəm bu videonu axıra qədər izlədiniz, xoşunuza gəldi. Təşəkkürlər vaxtınızı ayırdığınız üçün. Növbəti videomuzu gözləyin, səhifəmizə abunə olmağı, videonu bəyənməyi, paylaşmağı da unutmayın. Hələlik, salamat qalın. Keç dükkana.